Yeni kompüter alarkən və ya əməliyyat sistemi yeniləyərkən qarşımıza çıxan ən böyük suallardan biri budur. Windows 11 Home bəs edər, yoxsa Pro versiyasına ehtiyacın var? Adından da göründüyü kimi Home versiyası ev istifadəçiləri, tələbələr, geymerlər üçün nəzərdə tutulub. Pro, professional versiya isə bizneslər, proqramçılar və əməliyyat sistemi üzərində tam nəzarət istəyən peşəkarlar üçün nəzərdə tutulub. Hər iki sistem eyni vizual dizayna, eyni sürətə və eyni əsas funksiyalara sahibdir. Əsas fərq isə Pro versiyanın daxilində gizlənən əlavə təhlükəsizlik və idarəetmə sistemlərindədir. Windows 11 Pro versiyasının istifadəçilərə vəd etdiyi əlavə özəlliklər bunlardır. Məlumatların dəmir qalxanı BitLocker şifrələnməsi. Əgər notebookunuzu itirsəniz və ya oğurlansa, kimsə sadəcə sərt diski, SSD və ya HDD fərq etməz çıxarıb başqa kompüterə taxaraq bütün şəxsi fayllarınıza baxa bilər. BitLocker isə diskinizi tamamilə şifrə eləyir. Şifrə və ya xüsusi açar olmadan o diskdəki məlumatlar sadəcə mənasız kod yığınına çevrilir. Home versiyasında sadə cihaz şifrələnməsi olsa da BitLocker qədər qabaqcıl idarəetmə imkanları vermir. İkinci olaraq qapalı sınaq meydançası Windows Sandbox. Bu Pro versiyanın bəlkə də ən əyləncəli və faydalı xüsusiyyətidir. Şübhəli bir proqram yükləmisiniz və ya tanımadığınız bir fayl açmaq istəyirsiniz. Windows Sandbox sizə əsas sisteminizdən tamamilə təcrid olunmuş müvəqqəti bir mini Windows mühiti yaradır. Proqramı orada test edə bilərsiniz. Sandbox'u bağladığınız an içindəki hər şey virus olsa belə heç bir iz buraxmadan yox olur. Üçüncü olaraq daxili virtual maşın Hyper-V. Əsas kompüterinizdə başqa bir əməliyyat sistemi, məsələn Linux və ya köhnə Windows versiyaları işlətmək istəyirsinizsə, xarici proqramlara ehtiyacınız yoxdur. Pro versiyasında quraşdırılmış Hyper-V texnologiyası ilə rahatlıqla virtual maşınlar yarada bilərsiniz. Proqramçılar və IT mütəxəssisləri üçün bu əvəzolunmaz bir alətdir. Dördüncü olaraq uzaqdan tam nəzarət, Remote Desktop. Hər iki versiya başqa bir kompüterə qoşulmağa icazə verir. Ancaq yalnız Windows 11 Pro sizə kompüterinizi host, ev sahibi kimi qurmağa imkan verir. Yəni ofisdəki Pro kompüterinizi evdən və ya dünyanın istənilən yerindən qoşulub, sanki qarşınızda oturmuşsunuz kimi bütün proqram və fayllarınızı idarə edə bilərsiniz. Beşinci olaraq inanılmaz hardware limitləri. Kompüterinizin texniki göstəriciləri çox yüksəkdirsə, Home versiyası sizin üçün bir maneəyə çevrilə bilər. Microsoft burada nəhəng bir uçurum yaradıb. Windows 11 Home sistemində maksimum RAM dəstəyi 128 GB, 11 Pro-da isə 2 TB-a qədər qaldırmaq olur. Maksimum CPU, yəni prosesor dəstəyi isə 11 Home-da bir prosesor 64 nüvəyə qədər, 11 Pro-da isə 2 prosesor 128 nüvəyə qədər qaldırmaq olur. Windows 11 Home versiyasında qrup siyasəti yoxdur, 11 Pro-da isə var. Qrup siyasətini ətraflı izah eləməsəm, Pro versiyasında olan bu alət istifadəçi Windows-un ən dərin parametrlərinə daxil olmağa və avtomatik yeniləmələri tamamilə dayandırmaq kimi kritik dəyişikliklər etməyə imkan verir. Son olaraq bu dediklərim sizə aydın olmadısa və hansını seçim deyə düşünürsünüzsə, kompüterinizi gündəlik işlər, ofis proqramları, video izləmək, oyun oynamaq kimi işlərdə istifadə edəcəksinizsə, 11 Home versiyası sizə tamamilə yetərlidir. Yox, əgər siz proqramçısınızsa, tez-tez virtual maşınlardan, Sandbox